Ölkədə və dünyada baş verən ən son hadisələrdən xəbərdar olmaq üçün videonu bəyənib, kanala abunə olub, bizə dəstək ola bilərsiniz. İndi isə keçək xəbərə. Azərbaycanda orta aylıq maaş bu ilin ilk 10 ayında 9,5% artaraq 1087 manata çatıb. Neft sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində daha yüksək maaş qeydə alınıb. Maaşlardakı artım pensiyaların indeksləşdirilərək hansı faizlə artırılmasının müəyyənləşdirilməsi baxımından da vacibdir. Səyyar TV Axar Aza istinadən xəbər verir ki, bu barədə iqtisadçı alim, deputat Vüqar Bayramov qeyd edib. O bildirib ki, əmək pensiyalarının indeksləşdirilməsi əmək pensiyaları haqqında qanuna əsasən həyata keçirilir. Sözü gedən qanuna əsasən bütün növ əmək pensiyaları əvvəlki ildə ölkə üzrə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır. İlkin gözləntilərə əsasən 2025-ci ildə orta aylıq əmək haqqı 9,2% artacaq. Yəni bu halda pensiyaların 9,2% artacağı gözlənilir. Bununla belə daha dəqiq göstərici fevral ayının əvvəlində rəsmi olaraq elan olunacaq. İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. Əmək pensiyaları haqqında qanunun 4-cü maddəsinə əsasən əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq. Qanunvericiliyə əsasən indeksləşdirmə əvvəlki ilin göstəricisine uyğunlaşdırıldığına görə 2025-ci ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq. Bununla 2026-cı ilin yanvar ayından etibarən bütün növ əmək pensiyalarının artımı baş verəcək. Bu artım təxminən 1.100.000 vətəndaşı əhatə edəcək və 2025-ci ildə nominal orta aylıq əmək haqqındakı artım faizinə uyğun həyata keçiriləcək.